Firon da var dövlət sahibi olub, görə üstün adamdır. Nəmrud da var dövlət sahibi idi, görə üstün adamdır. Quran-ı Kərim gəldi, nə buyurdu? Buyurdu, İnnə əkrəməkum ətqakum. Sizin ən üstününüz kimlərdir? Sizin ən üstününüz təqvalılardır. İnnə əkrəməkum indəllah ətqakum. Allah yanında ən üstün kəs kimdir? Təqvalı olandır. Ola bilər bir adamın var dövləti çox olsun, amma təqvası olmasın. Ola bilər bir adam kasıb olsun, amma təqvası olsun. Təqva ən böyük sərvətdir. İman ən böyük sərvətdir. İnsan o sərvətə yiyələnəndə xeyrə çatıb. Nəinki dünyada hansısa bir uğura imza atıbsa, onda bu adam xeyrə çatıb. Yox. Var dövləti çoxdursa xeyrə çatıb. Birinci buyurur, və lakinnəl xeyr ən yəksura ilmukə. Əleyhissalam buyurur. Elmi çox olan xeyrə çatıb. Kimin ki elmi çoxdur, o adam xeyirli insandır. Alimlər. Hədislərdə alimlər haqqında nə qədər sözlər var. Ayədə hətta buyurur ki, bilənlərlə bilməyənlər bərabərdir. Cəmaat, alimlərlə cahilləri bir etməyin. Alimlərin hörməti, alimlərin ehtiramı tamam başqadır. Elmi çox olan alim və müəllim. Cəmiyyət içərisində müəllimin, alimin hörməti tamam başqa olmalıdır. Hətta hədislərdə var ki, şəhidin qanı ilə alimin qələminin mürəkkəbi qiyamətdə tərəziyə qoyular. Alimin qələminin mürəkkəbi daha ağır gələr şəhidin qanından. Şəhidlər haqqında ki, biz bu qədər danışırıq, alimin qələbinin mürəkkəbi şəhidin qanından üstün olar. Din-i İslam alimə, elmə, müəllimə, Həzrət Peyğəmbərin hədislərində var, elmi beşikdən qəbrə qədər öyrənin. Ən yaxşı dəyəri elmə İslam dini verib. Elmi çox olan xeyrə çatıb. Bir adam dünyaya yiyələnə, elmsiz ola, o fikirləşməsin ki, mən xeyrə çatmışam. Amma bir adam dünyadan məhrum ola, dünya sərvətindən, var dövlətindən məhrum ola, amma elmə çata, bir adam çobandır, amma elmlidir. Düşüncəlidir, idraki, dərrakəşi, şuuru çoxdur. Bəli, xeyr ondadır. Bir adamda isə bu yoxdursa, o xeyirdən məhrumdur. Əli əleyhissalam buyurur, xeyr o deyil, var dövlət çoxdur, övlad çoxdur. Xeyr odur ki, elm çoxdur. Elmün, savadun. Burada elmdən məqsəd təkcə o fizika, kimya elmləri deyil. Məsələn, biri fizika sahəsində alimdir, mütəxəssisdir. Kimya sahəsində alimdir, mütəxəssisdir. Gözəl, din onları da buyurur, öyrənmək lazımdır və öyrənməliyik. Onlar da həyat üçün əhəmiyyət kəsb eləyən sahələrdir. Amma elə bir sahə var ki, o insan həyatı üçün daha ciddi əhəmiyyət kəsb eləyir. O nədir? O budur ki, insan yaradılış hədəfin bilə, yaradanı tanıya və yaradanın qarşısında onun boynunda qoyduğu məsuliyyəti dərk eləyə. Mən nəyə görə yaranmışam, nəyə görə bu dünyaya gəlmişəm, bu dünyada mənim vəzifəm nədir və hara gedəcəm axırda? Bax, bunu dərk eləyə insan, başa düşə. Bir adam nücum elmində, astronomiyada mütəxəssis ola bilər, amma bu sualların cavabını hələ tapmayıb. Göylərdə səma cisimlərinin cavabını tapıb, amma həyati əhəmiyyət kəsb eləyən sualların cavabını tapmayıb. Mən hardayam, niyə gəlmişəm, hara gedəcəm? Məni yaradan nəyə görə yaradıb? Məqsədim nədir yaradılışdan? Laboratoriyada analizlər aparır, dəqiq diaqnozlar qoyur, amma hələ öz həyatı üçün dəqiq bir hədəf müəyyənləşdirməyib. Ona görə Həzrət Əli əleyhissalam buyurur, çox alimlər var, cahildilər. Yəni, insan həyatda yaradılış hədəfini tapdısa,
və hardadır, hardan gəlib, hara gedəcək suallarının cavabını dürüst, düzgün tapdısa və əməl etdisə, o artıq elmə yiyələnib, xeyrə çatıb.